İntensiv alça bağı Saatlı rayonu Qaralar kənd ərazisində yerləşir və 14 hektar əhatə edir. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, 2019-cu ildə salınan bağda ilk 4 ildə yalnız agrotexniki qulluq işləri görülüb. Bu bağ superintensiv bağ sayılır. Qoşa cərgə və damlama suvarmadır. Məhsul ilinə qədər bağda becərmə işləri aparılıb. 2023-cü ildə isə ilk məhsul satışı olub. Hazırda yığımı davam edir və məhsul kalibr ölçülərinə uyğun olaraq çeşidlənir. Qiymətlər də məhsulun ölçüsünə görə dəyişir. 5, 7 və 10 manat arasında olur. İri kalibrli, yəni 40 mm-in üzərində olanlar 10 manatdan satılır və daha kiçik ölçülü məhsul isə daha aşağı qiymətə satışa çıxarılır. Hazırda sahə və bazar qiymətləri çox sərfəlidir və satışımız davam edir. Bağın salınması həm də əlavə iş yerləri deməkdir. Burada bizim demək olar ki, hər gün 35-40 nəfər işçi çalışır. Hal-hazırda bir problemimiz yoxdur. Ən çox daxili bazara satılır. Digər bazar rayonlara gəlib daşınır. Şəbəkələrə alınır, daxili şəbəkələrə. Yəni məhsulumuz az olsa da və keyfiyyətli kalibr. Birinci dərim odur ki, böyük kalibr yığılır. Sonra ikinci, üçüncü növbələr davam edir. Hardasa bir ay yarım burada daimi iş yeri kimi olaraq 35-40 nəfər daimi hər gün burada çalışacaq. Qonşu kəndlərdən, başqa rayonlardan gəlib çalışanlar var. O satış odur ki, birinci kalibr 5, 7, 10 manat arası gedir. Məsələn, 10 manata dediyimiz standart kalibr, yəni 40-ın üstü, 45-in üstü kalibr odur. Məsələn, ondan aşağı kalibr biraz aşağı gəncə qiymət fərqi. Məsələn, normal yaxşı 10 manata, 7 manata, 5 manat, 4 manat dəyişən qiymətlər var. Bazar qiyməti bir fərqli qiymətdir, sahə qiymət fərqlidir. Hər ikisi də bizi qane edir. Sahə qiyməti bizi qane edir, bazar qiyməti də alıcıları qane edir hal-hazırda. Qeyd edək ki, bağda Naxçıvanın Göycə növü olan ağaclar əkilib. Əkin aparılan zaman cərgə və sıra arası məsafələr də nəzərə alınıb. İntensiv alça bağında 10 min ədəd ağac yetişdirilib. Bağın əsas hissəsini Göycə sortu təşkil etsə də tozlanma üçün digər sort ağaclar da əkilib. Bağın ərsəyə gəlməsində dövlət tərəfindən verilən subsidiya mühüm dəstək olub. Elvin Qudratov, Aydın Yavərzadə, Bugün İnformasiya proqramı üçün.